Diqqət! Rusiyaya səfər planlaşdıran bu şəxslərə də xəbərdarlıq edildi. Həbs olunmaq təhlükəsi var. Dövlət Dəniz və Liman Agentliyi Rusiyanın Xarici İşlər Nazirliyi tərəfindən ölkəmizin Rusiyadakı səfirliyinə daxil olan notaya əsasən dənizçilərə çağırış edib. Report agentliyə istinadən xəbər verir ki, notada harmala üzərlik bitkisinin narkotik tərkibli bitkilər siyahısına daxil edildiyi və Rusiya ərazisində nəzarətə götürüldüyü qeyd olunub. Həmçinin sözü gedən bitkinin qanunsuz dövriyyəsi, saxlanılması və ya qaçaq malçılığının Rusiya qanunvericiliyinə uyğun olaraq inzibati və cinayət məsuliyyəti daşıdığı da bildirilib. Agentlik qeyd olunanları nəzərə alaraq dənizçilərə xarici dövlətlərin, xüsusilə Rusiyanın ərazisinə giriş və çıxış zamanı müvafiq ölkələrin qanunvericiliyinə ciddi riayət eləməyi, habelə üzərlik bitkisi də daxil olmaqla bir sıra ölkələrdə qadağan edilmiş maddələrin siyahısı ilə əvvəlcədən tanış olmağı, həmin maddələrin istifadəsindən, daşınmasından və saxlanmasından qəti şəkildə çəkinməyi tövsiyə eləyir.